Bir çox vergi ödəyicisi elə düşünür ki, obyektdə yeni nəsil kassa aparatının olması kassa ilə bağlı vergi risklərini aradan qaldırır. Yəni kassa var, çek vurulur, problem yoxdur. Amma bu doğru deyil. Yəni qanunvericiliyə əsasən kassa çekinin üzərində mütləq göstərilməli olan məlumatların siyahısı vardır. Yəni proqram təminatındakı və ya texniki tənzimləmələrdəki kiçik texniki çatışmazlıq səbəbindən məlumatlardan biri əks olunmazsa, həmin çek qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Yəni ən çox rast gələn səhvlərdən biri malın adının düzgün göstərilməməsidir. Yəni çekdə mal və ya xidmətin adı ümumi yazılmamalıdır. Hansı mal, xidmət o yazılmalıdır. Ölçü vahidi, miqdarı, yekun məbləği göstərilməlidir. Bundan əlavə QR kod ödəniş forması, eləcə də nisyə və ya avans, geri qaytarma çeklərində məlumatlar doğru göstərilməlidir. Bu məlumatların tam siyahısını biz sizə videonun açıqlama hissəsində paylaşacağıq. Öz kassa çekinizdə həmin belə deyək, məlumatları müqayisə etməyi məsləhət görərdim sizə. Bəs bu qaydaların pozulmasına görə cərimə nə qədərdir? Yəni vergi məcəlləsinə əsasən təqvim ili ərzində bir dəfə pozuntu olarsa 1000 manat cərimə, eyni hal ikinci dəfə təkrarlanarsa 3000 manat cərimə və təqvim ili ərzində üçüncü dəfə təkrarlanarsa 6000 manat maliyyə sanksiyası tətbiq olunur.